Səhər yuxudan oyanmaq hələ məni belə xoşbəxt etməmişdi. Erkəndən qalxıb, hazırlaşıb, çamadanımı da götürüb Antalyaya yola düşürəm. Paberlik şirkəti ilə uzun müddətdir ki, əməkdaşlıq edirəm və bu mənim ikinci səfərimdir. Mən bu dəfə Antalyaya gedirəm. Bir həftəlik tam pulsuz şirkət tərəfindən təşkil olunmuş bir səyahət. Burada artıq hava limanına yaxınlaşırıq və mən çox xoşbəxt hiss edirəm özümü. Çox da həyəcanlıyam. Artıq deyərdim ki, doğma məkanımıza çevrilibdir bizim hava limanı. Çünki tez-tez səyahətlər edəcəyik artıq. Və artıq yaxınlaşdıq hava limanına. Mən həyat yoldaşımla sağollaşıram və gedirəm. Qeyd edim ki, biz 135 nəfər heyətlə Antalyaya gedirik və içəridə məni böyük bir qrupa gözləyir. Mən biraz gecikmişdim. İçəri daxil oldum və onları tapmağa çalışıram. Əvvəl düşünürdüm ki, mən bu hava limanında özümü toparlaya bilmərəm, tapa bilmərəm yeri. Ancaq indi o qədər rahat şəkildə tapdım ki, tablodan öz uçacağımız reysi tapdım doğma məkanımıza çevrilən biz gedirik. Hava limanındayıq. Çox əvəz olunmaz hisslərdir. Komandamda olan hər kəsə yaşamağa nəsib eləsin Allah. Gəlir. Kızlar biz gedirik. Və biz o möhtəşəm koridordayıq. İnsanı xoşbəxt edən o koridorda. Bəli. Çox sevincliyik. Bir həftəlik çox gözəl bir səyahət bizi gözləyir. Hər kəsə nəsib olsun inşallah. Amin inşallah. Amin. O bizim təyyarəmiz olmalı. Yoxsa bizimki bu tərəfdədir, biz görmürük. Sıralar 33 sayılı vakit reysin əminlik 15 nömrəli çıxışda davam edir. Kadar номер 15 продолжается посадка на рейс номер 33 Азербайджанский авиалиний Баку. Приват, это наша Bu xoşbəxtliyi başqa heç nə ilə ifadə edə bilmirəm. Dear passengers, on right here. Something protects us, gives us confidence, and that's why we fasten our seatbelt in the moment we take our seat. Bagaj yerləşdirilməlidir. Xahiş edirik, tərtibat halları bağlayın. Oturacağın arxasını işarəli vəziyyətdə. Hər kəs kəmərlərini bağlı olmasına əmin olun. Eniş zamanı və təyyarədən öncəxdə tam dayanana qədər Traffic control, you're cleared for takeoff. Flight attendants, prepare for takeoff, please. Kızlar biz artıq çatmışıq. Antalyadayıq. Necə sənə, əfsanə? Çox gözəl, əla. Yeni bir şəhərdəyik. Artıq çatmışıq, ünvan başındayıq. Şükür ki, hər şey qaydasındadır. İnşallah növbəti səyahətləri sizlərlə gözləyik aramızda. İnşallah. Burada olub da yaxşı olmamaq olar. İnsan dərdini unudur. İnsan bütün problemləri unudur. Tamamilə fərqli bir yaşayış, tamamilə fərqli bir həyat tərzinə keçid etmişik. Şükürlər olsun ki, bu günləri özümüzə yaşada bilmişik. Hamısı Paberlikin qızları. Arxa, ön. Hava limanını zəbt eləmişik. Hələ o biri reysdə gəlir, az qalıb, çatırlar onlar da. Deyirəm əfsanə, hava limanını zəbt eləmişik. Hamısı Paberlik əməkdaşları. Hə, hamısı deyim onlar ki, Paberlik əməkdaşları. Təyyarənin də elə 90% ancaq Paberlikçiləri. Hələ biz reysdə gəlir. Bəli.
Aramızda olmaq istəyənləri növbəti səyahətdə gözləyirik. İddialı olun. Avtobus diqqətimi çəkdi. Dedim o 100% bizim şirkətindir. Çünki həqiqətən də şirkət həmişə ən yaxşısını edir bizə. Baxın, adi avtobusları da görürsünüz, transferlər. Amma buna baxın. VIP xidmətlə həmişə bizi təmin edir şirkətimiz və xanımlarımız gəlir. Bəyəndiniz avtobusu? Mən oradan uzaqdan görmüşdüm onu. Hava limanında gördüyünüz kimi bizi VIP nəqliyyat qarşıladı və yol boyu bizə Antalyanın gəzməli, görməli yerlərini göstərdi. Mən də onları lentə almışam. İnşallah ki, bir-bir hamısını gəzmək niyyətindəyik. İnanın qızlar, o qədər xoşbəxtəm, o qədər xoşbəxt hiss edirəm ki, bir stend qarşılayır. Çox gözəl. Ay. Əfsanə, sən burada nə edirsən, Əfsanə? Səyahətə gəlmişik. Nə gözəldir buranın rəngi. Ürəyim açıldı, elə. Gələr gəlməz Antalyaya vurulmuşam mən deyəsən. Bu otel o qədər nəhəngdir, o qədər gözəldir ki, hələ 2 gündə artıq buradayıq. Mən bu videonu səsləndirəndə 2 gün olacaq. Ancaq gəzib bilmirəm. Əfsanə. Çaylı gəl. Nə onu edeyim? Bizi sevmək. Birlik dünyası. Təsəvvür edin, qaldığımız otel dənizə 0 metrdir. Biz dənizə yaxınlaşırıq. Möhtəşəmdir, çox gözəldir. Möhtəşəm. Superdir, super. Başladım. Otağımıza artıq daxil olmuşuq. Çox gözəldir, çox səliqəlidir, genişdir, rahatdır. İstirahətimiz üçün hər şey var. Bizim gözəl bir balkonumuz da var. Səhər-səhər təmiz havaya baxmaq, axşamlar burada oturub söhbət etmək və təlimlər etmək çox gözəl, maraqlı olacaq. Ben vlog hazırlayacağım. Ne düşünüyorsun? Axşam konferans zalında olduq, və çox kiçik olsa da vaxtı, müddəti. Ancaq çox gözəl şəkildə düşünülmüş, hər bir şərait yaradılmışdı bizim üçün. Biz sabahdan artıq burada digər təlimləri, digər konferansları izləyə biləcəyik. İclasa yola düşürük. Bugün məşq eləyəcəyik. Belə gözəl bir məkandır. Qızlar baxın, bayraqlar fabrik. Çox qəşəngdir bura. Qızlar, əgər rəhbərin əlindən kofe içmək istəyirsinizsə, səyahət qazanın. Öz əllərimlə qulluq edirəm. Qədrimi bil qız. Ən azından direktor olmaq lazımdır. Rəhbərlərindən kofe içmək istəyirsinizsə. Yəni. Baxaq gör necədir, dadda da yoxsa necə. Mənim əlim dəyib.
xüsusi kofe ziyarət. Kofemizi içdik, günümüzü sonlandırdıq. Bugünlük bu qədər. Əgər bəyənsəniz, davamı gələcək. İzləmədə qalın səhifəni. Baxın bu gözəl. Hələlik sağ olun. Axşam Gözəllik burdadır, buranı göstər. hə, mən getdim. Gözəllik burada.